Ermənistan Milli Təhlükəsizlik Xidməti Erməni Apostol Kilsəsinin dini lideri 2. Qareginin hazırda həbsdə olan qardaşı arxiyepiskop Ezras Nersisyanın xarici dövlətlərin xüsusi xidmət orqanları ilə əlaqələrinin müəyyən olunduğunu açıqlayıb. Bakupost.az, globalinfo.az-a istinadla məlumat verir ki, MTX Nersisyanın həmçinin 1986-1988-ci illərdə SSR Dövlət Təhlükəsizliyi Komitəsi ilə əməkdaşlıq etdiyini bildirib. Ermənistan Baş naziri Nikol Paşinyan və həyat yoldaşına məxsus olan Haykakan Zamanak qəzeti isə keçmiş prezident Serj Sərkisyanın da Sovet dönəmində DTK-ya Nərimanov kod adı ilə işlədiyini yazıb. Hətta 2016-cı ildə Ermənistan parlamentində bir sıra qanun layihələrinin müzakirəsi vaxtı fraksiyalar arasında mübahisə yarandığı, Sərkisyanın Nərimanov kod adı ilə DTK-ya işləməsinin xüsusi vurğulandığı deyilir. Bundan başqa, Sərkisyanın zamanında Bakıdakı Zaqafqaziya Komsomol məktəbində təhsil aldığı, Azərbaycanda erməni təbliğatına qarşı kampaniyalarda iştirak etdiyi iddia edilir. Ancaq Sərkisyanın DTK-nın Azərbaycandakı bürosunun adamı olmasına rəğmən, daha sonra onu Moskvanın yönləndirməsində isə ermənipərəstliyinin əsas götürüldüyü deyilir. Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanın da 2012-ci ildə mətbuata müsahibəsində bu iddiaları təsdiqlədiyi qeyd edilir.